bütün problemlərini, bütün sıxıntılarını, yoxluğunu Allahdan başqasına deməyəcəyinə söz vermiş bir sahabə var. Ubeyd radiyallahu anha. Hər gün gəlir sübh namazını qılır, qaçarmış. Allah Rəsulü sallallahu aleyhi və səlləmin söhbətlərinə qulaq asmazmış. Allah Rəsulü bunun qolundan tutur, hara qaçırsan ya Ubeyd deyir. Mənim söhbətlərimə niyə qulaq asmırsan? Mənim üzümü görmək istəmirsənmi? Səsimi eşitmək istəmirsənmi ya Ubeyd deyir. Ubeyd radiyallahu anha başını aşağı salır və deyə bilmərəm ya Rəsulallah deyir. Allah Rəsulü sallallahu aleyhi və səlləm qəzəbli bir şəkildə deyir ya Ubeyd deyir. Ubeyd radiyallahu anha nəmli bir göz və qırıltılı bir səslə ya Rəsulallah bizim bir paltarımız var. Gəlirəm sübh namazını qılıram, gedirəm zövcəmə verirəm. O sübh namazını qılır. O sübh namazını qaçırmasın deyə də mən sənin söhbətlərinə qulaq asa bilmirəm deyir. Allah Rəsulü sallallahu aleyhi və səlləm oturur ağlayaraq, bəs niyə demirsən ya Ubeyd? Get, səhər gəl sənə bir paltar verək deyir. Ubeyd radiyallahu anha gedir, səhər gəlir paltarı götürür və sevincli bir şəkildə gülə-gülə evə girir. Ubeyd radiyallahu anhanın zövcəsi, nə oldu ya Ubeyd, cənnətlə mi müjdələndin deyir. Ubeyd radiyallahu anha isə zövcəsinə yeni bir paltar verdi Allah Rəsulü sallallahu aleyhi və səlləm bizə. Artıq sübh namazlarımızı vaxtında qılacağıq deyir. Ubeyd radiyallahu anhanın zövcəsi qəzəbli bir şəkildə biz söz vermədiyimi Allah subhanahu və teala'ya, biz demədiyimiz sıxıntılarımızı başqasına deməyəcəyik. Qəzəblənir və aparıb qaytarmasını deyir. Ubeyd radiyallahu anha gəlib Allah Rəsulü sallallahu aleyhi və səlləmə biz söz vermişdik ya Rəsulallah, sıxıntılarımızı Allahdan başqasına deməyəcəyik. Mən bu paltarı götürənlərəm deyir. Həmin vaxt Cəbrail əleyhissalam gəlir içəri girir və Allah Rəsulü sallallahu aleyhi və səlləmin qulağına Allah subhanahu və teala onun və zövcəsi üçün cənnətdə 2 qat qala tikdi müjdəsini verir. Allah Rəsulü sallallahu aleyhi və səlləm Ubeyd radiyallahu anhaya cənnət paltarı xeyirli olsun ya Ubeyd deyir. Ubeyd radiyallahu anha sevincindən ağlayır və nə vaxt geyinəcəm ya Rəsulullah deyəndə Allah Rəsulü sallallahu aleyhi və səlləm tez bir zamanda deyir.